Müalicə müddəti 2 ay, müalicə büdcəsi isə cəmi 7 manat təşkil etdi. Pasientlərimin birində 6 aylıqkən etdiyimiz check-up nəticəsində B12 vitamininin əksikliyini gördüm və müalicə etməyə başladıq. İlkin olaraq təyin etdiyim preparat B qrup vitaminlərindən ibarət olan və uşaqlara uyğun olan bir preparat idi. Seçim olaraq başqa preparatlar olmadığına görə o preparatı seçmişdim və 2 ay qəbuldan sonra uşaqda nəticələrin nəinki yaxşı olmadığını, hətta əvvəlki nəticələrdən də daha az nəticə əldə etdiyimizi gördüm. Ondan sonra preparatı dəyişib, böyüklər üçün uyğun olan tabletka şəklində bir dərmanı təyin etdim və bu preparatı həftədə cəmi bir dəfə qəbul edirdim. 2 ay sonra etdiyimiz analiz nəticələrində B qrup vitamininin bu cəmi 7 manata başa gələn müalicə ilə 2 ay ərzində çox gözəl nəticələr verdiyini və minimal səviyyədən tam yaşına uyğun bir səviyyəyə çatdığını müşahidə etdik.